Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi, tarixin müxtəlif dövrlərində, müxtəlif vaxtlarında dövlət rəhbərlərinə qarşı sui-qəsd cəhdləri, deməli, halları baş verib. Bunların bəziləri, deməli, nəticə verib, bəziləri nəticə verməyib. Ona görə də dövlət rəhbərləri həmişə özlərinin şəxsi həyatlarının təhlükəsizliyinə ciddi fikir vermişlər. Belə şəxslərdən də biri Yosif Vissarionoviç Stalin olmuşdur. Stalinin ömrünün son günlərində özünün, deməli, bağ evində yaşayırdı. Bağ evində yaşamaq da biraz təhlükəli idi. Ona görə hər an ona qarşı sui-qəsd halları ola bilərdi və belə ki, Stalinin bağ evinin həyətində olan bütün ağacları kəsdirir ki, deməli, bu fikrə düşən insanların gizlənməyə yeri olmasın. O cümlədən də qarların, deməli, həyətdən təmizlənməsinə icazə vermirdi ki, ora gələn şəxslərin, deməli, izləri bilinsin və mühafizəçilərə də istənilən halda əraziyə, yəni həyətə çıxmağa icazə verilmirdi. Yalnız vacib olan hallarda mühafizəçilər həmin əraziyə çıxa bilərdilər. Bu da Stalinin bir tədbiridir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.